Tam neçə yaşınızdır? 70 yaşım var. Neçində bu çörək həyatçılar? Pişirərdik da bir zamanda pişirmirdik. İndi yine pişirirdik da. Özümüzə pişirərdik onda. Bizim burada nə qazımız vardı, nə bərqimiz vardı. Kamilən odunla pişiririk bunları. Ayrı bir şeydən istifadə eləmək. O qədər müştərilərin lütfu var ki, bizə gələndə burada deyirlər, bizim getməyimiz gəlmir. Biz də təsmin tutmuşuq inşallah. Cümələr burada xanvadə ilə xidmətlərində olaq. Bizim əziz qonaqlarımız gəlsələr, fərtil ilə, kət yumurtası ilə birələrinə xidmət eləyəcək inşallah. Bunlar da kət yumurtalarımızdır. Kendinudur, sütdür, yağdır, yumurtadır. Budur da. Vəssalam. Vəssalam. Bu işi mən anamla 4 ildir başlamışam. Bəli, mənim anam 50 il bundan qabaqdan elə bu işi görərdi. Biz ki, balaca idik, bu şüşələrdən pişirərdi, lavaşlardan pişirərdi. Bizim fəthəcəmizin ruhkeşi də kət yumurtası ilə sarı kökdür, ayrı bir şey vurmaq. Bir də qərə küncüt vururuq. Aşağın, sənin sağlığa səmavərə os salmışam, istikana qəz salmışam. Mən cümələrə burada inşallah isti fətili ilə omelet verəcəm, bir bal qeymaq verəcəm, bir də pənir. Bir də yeralma yumurta xidmətlərində varam, kət yumurtası. Eləyə bilərlər ki, sifariş verirlər, həm burada pişirək, həm eləyə bilərlər, gəlirlər buradan aparırlar, həm də eləyə bildik yollayaq xidmətlər. Aşağın, fəthəcələ baxacaq nəzirlə gələcək. Bir daha da o samavərindən çay tökürəm, içəsən kef eləyək. Bizim adresimiz Yalçıyandan üstə Çavandadır. Gələndə bir daha zəfərin location qoyun.